Selamun aleyküm əziz değerli insanlar. Allah işe gedənlərin ruzusu bərəkətli eləsin inşallah. Allah Quran-ı Kərimdə Tin surəsində belə buyurur. Bismillahirrahmanirrahim. Laqad xalaqnal insana ahsana fit takvim. Biz insanı gözəl biçimdə yaratdıq. Çox əfsus olsun ki, insanlar heyvan kimidir. Bəlhəməzəl. Heyvandan da bəzən aşağıdır. Heyvanın funksiyası nədir? Yemək, içmək, istirahət eləmək, ruzi dalınca getmək, yatmaq və s. İnsan da bu cür nədir? İnsan yeyir, içir, yatır, istirahət edir, biraz oyun oynayır, sonra yenə də iş dalınca gedir. Yəni sənin insan heyvanla nə fərqin oldu? Bəzi insan nə bilmir məhərrəmlik nədir, Aşura nədir, Ramazan ayı nədir, Qədirxum nədir, nə bilim gözəl bayramlar bilmir nədir. Yəni bu haqda heç məlumatsızdır. Və əlhəmdülillah ki, hər kəsin əlində bir telefon var, ən azından. Bəzi insanlar xaricdəki bunlar insanın interneti yoxdur, maraqlana bilmirlər, bunlar başqa. Amma bir insan YouTube'a baxır, videolara baxır, nə bilim hansı kinolara baxırsa, bu höccət onun boynuna götürülmür. Əksinə, buna günah yazılır ki, sən niyə öyrənmədin, niyə bilmədin? Belə bir şey yoxdur ki, mən məsəl üçün bilməyim və öyrənməyim. Əlhəmdülillah sosial şəbəkələr ən azından maraqlana bilər, ən azından soruşa bilər ki, bunu necə eləyək və s. Ona görə ki, insan gərək həyatda nəyəsə nail olmaq üçün nələrdənsə keçməlidir. İnsan təkcə işləməkdən, nə yatmaqdan, gəzməkdən, istirahət eləməkdən ibarət deyil. İnsanların mənəvi hissələri də var. Məsələn, namaz qılmaq kimi, oruç tutmaq kimi, zəkat, xums vermək kimi bir əməllər də, yəni. Ona görə ki, hər kəs özünə müsəlman deyə bilər, amma hər insan müsəlmançılığa əməl etmir. Elə müsəlmanları tanıyıram ki, araq məclisinə iştirak edirlər, şərab məclisinə iştirak edirlər, toylara gedirlər, halal haram bilmirlər. Yəni qadınlarla bəzi toyda rəqs eləyirlər, bəzən qadınlarla deyirlər, gülürlər, naməhrəm qadınlarda söhbət gedir. Amma mən müsəlmanam. Sənin bu müsəlmançılığı sən nə fayda verəcək? Vay olsun belə müsəlmanlar halına. Belə müsəlmanlar olmaqdansa Allaha pənah aparıram.